Ya Allah, salam hörmətli izləyicilər. Sizi Hövsən qəsəbəsi Abidən arxasından salamlayıram. Bir dənə belə bir mobil evə çəkmişdik. Təcili qiyməti enib 145 min manatdan 135 min manatı. Ümumi torpaq sahəsi 3 sotda inşa edilmiş belə bir 4 otaq 2 mərtəbə evin təqdimatına gəlmiş. Geniş çək. Kommunallar hamısı qaydasında, qaz, su, işıq 24 saat daimidir. Soluna keçidimiz var. Mərtəbə arası da manat betondur. Ümumi arası bir 5 daş kürsülüdür. Hal-hazırda tam təmirli vəziyyətdədir hal-hazırda. Girək evimizin təqdimatını içəri davam edək. Qapını tutum küləkdir. Evi daxil olan kimi geniş belə bir xol hissəmiz yerləşir. Ev ümumi istifa oldu, onu da qeyd edeyim. Bahalı aboylardan, kerməqlənətdən istifadə olunub, geniş çək. Koridorumuz yəni çox genişdir. Ən azı bir 2 yarım var da yəni. Rahat geniş çək. Bir də geniş birinci mərtəbədə belə bir zal hissəmiz yerləşir. Zal kimi də istifadə edə bilərsiniz, spalni kimi də. Sonra yəni mətbəxlə çox genişdir də yəni. Yəni baxanlar görür. Ev ümumi püsünün istipoldur. Sonra bahalı qapılar, aboylardan istifadə olunub. Sanitar qovşağı da moydadır, bütün aksesuarlar qoşulub. Yenə də burada da bahalı kerməqlənətdən istifadə olunub. Evimiz ümumi 230 kvadratdır. Çıxaq ikinci mərtəbə göstərək. Sonra bir dənə də belə bir el pilləkənin altında kodok kimi yerimiz var. Yəni banka balon yığmağa istifadə edə bilərsiniz. Gedək ikinci mərtəbəyə. Yəni tam hazırdır evimiz. Al, gir, yaşa. Pilləkənlərimiz də mərmərlər vurulub. İkinci mərtəbə qalxan kimi belə bir xol hissəmiz yerləşir. Burada da sanitar qovşağı var. Aksesuarlar qoşulub hamısı. Burada da qəşəng beləntisində şöbən dəliyirsən. Yayda oturursan burada mangalon, samavarın. Qəşəng. Yəni super bir səviyyə bir şeydir. Yəni bu ev. 4 tərəfdə yaşayışdır. Sonra burada da geniş belə bir koridor hissəmiz yerləşir, geniş çək. Hər iki mərtəbə, ikisi də istipoldur. Burada geniş bir dənə yekə zalımız yerləşir. Evimiz ümumi 4 otaqdır. Yəni zalı deyil, zalı ilə yataq otağı seçilmir də, Allah. Hələ bilirsən ki, yataq otağı zaldır. Bir dənə geniş də burada yataq otağımız yerləşir. Bir dənə də burada detiski uşaq.